Salam, əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Bu gün mən sizlərə tətil sınaqlarından üçüncü tətil sınağını izah eləyəcəm. Əvvəla məlumat verim ki, bu tətil sınağı nədir? Hansı suallardan yığılıbdır? Deməli, sınaqları 2018-ə qədər olan Dövlət İmtahan Mərkəzinin keçirtdiyi sınaq və qəbul imtahanlarından yığılmışdır. Bilirsiniz ki, 1919-cu ildən sonra situasiya sualları əlavə olundu. Ona qədər isə 25 dənə qapalı suallar var idi. Mən o 25 sualı 30-a çıxartmışam. Yəni onlara 3 dənə situasiya sualı və 2 dənə də əlavə açıq tipli suallar əlavə eləmişəm və 30 suallıq bir dördüncü qruplar üçün bir blok modelinə uyğun düzəltmişəm. Bu birlər də istifadə edə bilər, problem deyil burada. Ə, Keçək sınağın izahına. Xatırladım ki, bu hal-hazırda izahını verəcəyimiz sınaq 2016-cı ilin sınağıdır. Yəni Dövlət İmtahan Mərkəzinin 2016-cı ildə keçirdiyi sınaq imtahanının suallarıdır. Bunun 25 dənəsi. Yerdə qalan 7 sual isə dediyim kimi mən bunu blok imtahanının modelinə uyğunlaşdırmışam. 31-ci sualdan başlayırıq. Doymuş buxarın bir halından iki halına keçməsi zamanı onun təzyiqi necə dəyişər? Görürük ki, qrafikdən görürük ki, proses sabit temperaturda aparılıb. Çünki temperatura konstant çəkildiyini görürük. Deməli, burada sabit temperaturda doymuş buxarın qaydalarını bilməliyik. Sabit temperaturda doymuş buxarın təzyiqi, sıxlığı və konsentrasiyası həcmindən asılı deyil. Burada həcmin e, bir vəziyyətdən iki vəziyyətdən keçəndə iki dəfə azaldığını görürük. Buna baxmayaraq təzyiq dəyişməz. Çünki doymuş buxardan söhbət gedir. 32-ci sual. A-nın F-dən asılı qrafiki verilib, cismin kütləsi soruşulur. Kütlə M bərabərdir. F böl A düsturu ilə hesablaya bilərik. F 10-dur. A da 5-dir ya da 5 bölü 2 onda 5, 2 kiloqram. Doğru cavab C variantı. 33-cü sual. Radioaktiv parçalanan nüvələrinin nisbi sayının zamanı asılı qrafikləri verilmişdir. Hansı halda yarımçölmə periodu ən böyükdür? Deməli, qısa və lakonik deyək. Yarımçölmə periodu böyükdür. Zamanla mütənasib olaraq dəyişəcək. Ən böyük qiymət deyirsə T-nin ən böyüyü, yəni maksimal qiyməti. Ən kiçik deyirsə T-nin ən kiçik qiymətini götürürsüz. Burada testin doğru cavabı olacaq B variantı. Çünki ən böyük soruşulur. 34. İki cisim arasındakı məsafəni 2 dəfə artırsaq, yəni eri biz 2 dəfə artırırıq. Cazibə qüvvəsi necə dəyişir? Cazibə qüvvəsinin üstünü yazırıq. J M1 M2 bölünsün R kvadrat. R 2 dəfə artdığına görə F 4 dəfə azalar. Burada testin doğru cavabı C variantı olacaq. Taxta üzərindəki tezcik dinamometrin köməyi ilə üfüqi istiqamətdə dartılır. Tezcik sükunətdə qalan halda dinamometrin göstərişi hansı fiziki kəmiyyətin moduluna bərabərdir? Sualın cavabı sualın özündə gizlənibdir. Burada deyir ki, tezcik sükunətdə qalır. Sükunətdə qalır o deməkdir ki, yəni bu cismi dartan qüvvə sükunət sürtünmə qüvvəsinə bərabər olur. Yəni F qüvvəsi F sükunət sürtünmə qüvvəsinə bərabərdir. Bu dinamometr də həmin bu qüvvənin qiymətini ölçür. Dolayı yolla elə F sükunət sürtünmə qüvvəsinin qiymətini ölçmüş olacaqdır. Doğru cavab olacaq sükunət sürtünmə qüvvəsi. 36. Verilmiş katod üçün voltamper xarakteristikası verilmişdir. A və B qrafiklərinə uyğun hansı fiziki kəmiyyətlərin qiymətləri eynidir? Qrafikdən görürük ki, hər iki qrafik eyni bir saxlayıcı gərginliyin qiymətindən başlayıbdır. Deməli, hər ikisi üçün saxlayıcı gərginliyin qiyməti eynidir. Yəni, U saxlayıcı A bərabərdir U saxlayıcı B. Saxlayıcı gərginlik isə birbaşa kinetik enerjidən asılıdır. Bunların kinetik enerjiləri eynidirsə, üzr istəyirəm, saxlayıcı gərginlikləri eynidirsə, deməli, kinetik enerjilərinin maksimal qiymətləri də eynidir.
Bir doğru cavabdır. Bir doğru cavabsa deməli B, Y variantları getdi. Kinetik enerji isə və ya saxlayıcı gərginliyin qiyməti isə düşən fotonların tezliyi düz ası idi. Yəni, qrafik belə idi. Yəni saxlayıcı gərginliyin qiyməti eynisə, deməli düşən fotonların tezliyi də eyni olacaq. Deməli 2 də doğrudur. Beləliklə doğru cavab çıxır 1-2. Gəlin o bir varianta da baxaq. Vahid zamanda katoddan qopan elektronların sayı eyni ola bilməz. Çünki burada fikir verin. B nöqtəsi üçün doyma cəryan şiddəti fərqlidir. A nöqtəsi üçün doyma cəryan şiddəti fərqlidir. Doyma cəryan şiddəti də N-yə böl T ilə tapılır. Ona görə də I fərqlidirsə, N-lər də fərqlidir. 3 ola bilməz burada. 37-ci sual. Modulca eyni sürətlə hərəkət edən iki cisimdən biri A nöqtəsindən B nöqtəsinə yarım çevrə boyunca T1 müddətinə, digəri isə AB düz xətti boyunca T2 müddətinə gəlir. T1-in T2 nisbətini hesablayın soruşulur. Eyni sürətlə gəlir. Deməli, bu bir trayektoriyasının uzunluğunu hesablamalıyıq. Bir trayektoriyasının uzunluğu bu yarım çevrədir. Yarım çevrənin uzunluğu 2 bir vur 2 pi yerindən tapılır. Bu da olacaq pi yer. Bu yarım çevrənin periodu oldu, uzunluğu oldu. İki trayektoriyası isə radiusun 2 mislidir. Yəni onunla bir yer dəyişmə kimi işarə etsək, o da S olacaq 2 yer. Hə, onda bu T1'in getdiyi yoldur. Birinci cismin getdiyi yoldur. Bu isə ikinci cismin getdiyi yoldur. Hə, T də bərabər L böl V. T1 üçün. T2 üçün yaza bilərik. T2 bərabər S böl V. V'lər eynidir. T ilə L'lər müqayisəsində T1'in T2 nisbəti bərabərdir L'in S nisbətinə. L bizdə pi yerdir. S isə bizdə 2 yerdir. Və burada ixtisarlar gedir, qalır. Pi bölünsün 2. Doğru cavab Y variantı. 38'de deyilir ki 2U böl 3 nüyer hansı fizik kemiyyətin vahidinə uyğundur? Daxili enerjinin düsturunu yazırıq. 2 vurulsun. U'nun yerine yazırıq. 2'də 3 nü er t. Bölünsün 3 dənə nü er. Burada ixtisarlar aparırıq. Nüyerlər gedir. 2'lər gedir, 3'lər gedir. Qalır t. T ise ideal gazın mütləq temperaturudur. Doğru cavab Y variantı. 39. Qaçarını açdıqda hansı lampa daha gec sönər? Deməli, öz-özünə induksiya hadisəsində xatırlayırıqsa, bir təcrübə aparmışdıq dərslərinizdə. Aparmısınız da hər halda, dərs izahında var bu. Birinci lampanı tutaq ki, R rezistoruna qoşublar. İkinci lampanı isə induktiv sarğaca qoşublar. Burada tutaq ki, K açarı var. K açarını bağladıqda birinci lampa dərhal maksimum parlaqlığa çatırdı. İkinci lampa isə tədricən maksimum parlaqlığa çatırdı. Səbəb isə lens qaydası idi. Çünki əsas cəryanla I0-la induksiya cəryanı əks istiqamətdə olurdu. Ləngidirdi bu lampanın maksimum parlaqlığa çatması üçün. Həmçinin bu lens qaydasına görə K açarı burada açılanda da, K açarı buradan açıq olanda bir lampası dərhal sönür, iki lampası isə tədricən sönür. Bu da yenə də lens qaydasına görədir. Çünki həmin anda I0 ilə I, yəni induksiya cəryanı eyni istiqamətdə olurdu və əsas I0 olsa belə bu induksiya cəryanı hesabına bu biraz közərir, sonra sönürdü. İndi burada əlavə 2 dənə də induktiv sarğac var. Bu minvalla geçsək, induktivliyi 2 olan sarğac, təbii ki, bunlar dərhal sönəcək. 2 lampası ilə 4 lampası dərhal sönəcək. Bunlar təbii ki, doğru cavab deyil. Onda burada D də doğru cavab olmayacaq. Yəni burada 3 lampası tədricən daha gec sönəcək bir lampasına nisbətən. Ona görə burada testin doğru cavabı olacaq A bəndi. 40. Elektrik tutumu hansı vahidlə ifadə olunur? Elektrik tutumunun vahidi faraddır. 41. Hansı qrafik açıq rəqs konturunun şüalandırdığı elektromaqnit dalğasının uzunluğunun konturun elektrik tutumuna asığını ifadə edir? Deməli, lambdanı yazırıq. Lambda bərabər S vurulsun T.
T burada elektromat rəqslərinin periodudur və düsturu Thomson düsturu hesablanır. S vursun 2pi kök altı LG. Buradan L ilə böyük S, bu S işıq sürətidir. Bununla işimiz yoxdur. Böyük S tutumdur. Tutumdan kök altı asılıdır. Kök altı asılığın qrafiki B variantındadır. 42-ci sual mənim bəyəndiyim sual tiplərindən biridir. EHG-nin cəryan şiddətinin dəyişməz sürətindən asılı qrafiki verilib. Bizdə maqnit sahəsi enerjisi soruşulur. Maqnit sahəsinin enerjisi Li kvadratı böl 2 düsturu ilə hesablanır. Bizdə burada I var, L yoxdur. İ'nin kvadratı 3'ün kvadratı bölü 2. İndi gedirəm L'i axtarmağa. Üzr istəyirəm. L'i hardan tapacaqsınız? Öz-özünə induksiya qanunu. İnduksiya bərabərdir. L vurulsun. Da mənfini yazmıram. Çünki burada moduldur. Delta I böl delta T. Buradan L'i bütöv tapmalıyam. L bərabərdir. Epsilon I böl delta I böl delta T. Epsilon 1,6 istəyirsiniz götürün. Bölün 8'e yaxud 0,8 götürüb bölün 4'e. Bu da eləyər 0,2. Və salam 50 tapdıq 0,2. Bu da eləyər 0,1 vur 9. 0,9. Doğru cavab B variantı. 43-cü sual. Dəyişən cəryan dövrəsində işliksiz sarğacın induktiv müqaməti XL-dir. Sarğaca maqnit nüfuzluğu 800 olan içlik daxil etdikdə onun induktiv müqaməti hansı ifadə ilə təyin olunur? Burada bizim bir sarğacımız var. Bu hələlik deyək ki, bu içi boşdur. Həmin bu sarğacın içinə ferromaqnit içlik daxil etdikdə bunun maqnit induktivliyi ferromaqnitin maqnit nüfuzluğu qədər, yəni mü dəfə artırdı. Yəni olurdu mü E0 daxil etdikdə. Hə, indi XL-in də düsturu var. XL bərabər omega L. Belə deyək. L də mü E0'dır. Yəni mü dəfə artdığına görə bu olacaq mü omega E0. Mü də bizdə 800 olduğuna görə olacaq 800 dənə omega E0. Omega 0'a 1 XL 0 desəm olacaq 800 XL 0. Yəni testin bu cavabı olacaq D variantı. 44-cü sual. Şaquli yuxarı atılmış mərmi trayektoriyanın ən yuxarı nöqtəsində kütlələri M1 bərabər M və M2 bərabər 2M olan iki qəlpəyə parçalandı. Partlayış anında qəlpələrdən birincisinin kinetik enerjisi Y olarsa, ikincisinin kinetik enerjisi nəyə bərabər olar? Patlama məsələlərində impulslar bərabər olur deyə biz kinetik enerjinin P kvadratı böl 2M düsturu ilə getməliyik. Yəni Y kinetik bərabər olacaq P kvadrat böl 2. Onda Y kinetik M-dən tərs asılı olur. Yəni M-ə, yəni birinci qəlpənin M-ə Y düşürsə, kütləsi 2M olana Y bölünsün 2 düşəcək. Çünki tərs asılıdır. Yəni M 2 dəfə artsa, kinetik enerji 2 dəfə azalacaq. Bu testin doğru cavabı B variantıdır. İndi deyə bilərsiniz ki, müəllim, necə oldu ki, patlama məsələlərində impuls bərabər oldu? Yəni patlayan iki qəlpənin impulsu bərabərliyin hardan aldınız? Tutaq ki, burada bir qəlpə var. Bu qəlpə patlamamışdan əvvəl yekun impulsu 0'dır. Bu qəlpə iki yerə parçalanır. Birinci qəlpənin kütləsi M1'dir. İkinci qəlpənin kütləsi isə M2'dir. Birinci qəlpə V1 sürəti ilə sağa, tutaq ki, ikinci qəlpə də V2 sürəti ilə sola hərəkət edir. İmpulsun saxlama qanununa görə P əvvəl iki impulsların cəmi, sonraki impulsların cəminə bərabərdir. İndi əvvəl bu yekun impuls 0 idi. Patlamamışdan əvvəl. Patlayandan sonra iki yerə ayrılır. Belə bir x oxu çəkirəm. Əgər mən M2 V2 müsbət desəm, onda M1 V1 mənfi olacaq. Ona olacaq M2 V2 üstə gəlinsin mənfi M1 V1. Bu da alınır ki 0 bərabərdir. M2 V2 çıxılsın M1 V1. Bu da alınır ki M2 V2 bərabərdir M1 V1.
Bu P2 deməkdir, bu isə P1 deməkdir. Deməli, patlama məsələlərində impulsları bərabər götürürük və budusunu hesablayırıq. 45. Sabit temperaturda verilmiş kütləli ideal qazın həcmi 1,3 dəfə artdıqda onun təzyiqi necə dəyişər? PV bərabərdir nu RT-dən biz P-ni tapmalıyıq. P bərabərdir nu RT böl V. Sabit temperatur sabit. Həcm 1,3 dəfə artdırdıqda təzyiqi 1,3 dəfə azalır. Doğru cavab A bəndi var. 46-cı sual. İç-içə çevrələrdə bucaq sürətləri, dövretmə periodları və dövretmə tezlikləri bir-birinə bərabər olur. Ona görə testin cavabı A bəndi olur. 47-ci sual. Bir cisim maqnit sahəsinin induksiya xəttlərinə perpendikulyar yerləşmiş naqildə cəryan şiddəti 2 amper azaldıqda amper qüvvəsi 3 dəfə azalıb, cəryan şiddətinin ilk qiyməti soruşulur. Amper qüvvəsinin düsturunu yazırsınız. F amper bərabər IBL. Cəryan şiddəti 2 amper azaldıqda amper qüvvəsi 3 dəfə azalıb. Deməli, cəryan şiddətini də 3 dəfə azaldıblar. Yazırsınız bura əvvəl I0 idisə, sonra olacaq I0 böl 3. Nə qədər azalıb? 2 amper. Bunların fərqini I0 çıxılsın I0 böl 3'ü 2'ye bərabər edirsiniz. Hər tərəfi 3'ə vuraq, olacaq 3 I0 çıxılsın I0 bərabər 2. Buradan alırıq ki, I0 bərabərdir 1'ə. 1 amper. İndi mən səhv mi edirəm? Bir daha baxaq. 3. Hər tərəfi 3'ə vuranda bunu 3'ə vurmağı unuttum. Baxın. 3'ü 2'ye vuranda 6 eləyər. Buradan da alıram ki 2 I0 bərabər 6. I0 bərabər olacaq 3. Doğru cavab A bəndi. Növbəti sual 48. Sərbəst harmonik rəqs edən cismin sürətin proyeksiyasının zamlanması qrafiki hansıdır? Rəqsi hərəkət deyirsə A, C, E variantları gedir. Sərbəst rəqslər D variantında, sönən rəqslər isə B variantında olur. 49-cu sual mənim bəyəndiyim növbəti suallardan biri. Sual tiplərindən biri. İzolyator üzərində qoyulmuş yüklü metal kürələr və onlar arasında müxtəlif materiallardan hazırlanmış çubuqlar təsvir edilmişdir. Hansı hallarda kürələr arasında çubuqla birləşdirdikdə yük bir kürədən digərinə keçər? Yükün bir kürədən digərinə keçməsi üçün bunlar arasındakı keçirici vasitə naqil olmalıdır. Yəni elektrik yükünü keçirən maddə olmalıdır. Mis bu yöndən keçirir. Polat da metal olduğuna bu yöndən keçirir. Amma şüşə dielektrik olduğuna görə şüşə keçirmir. Yəni bu şüşə olan cavablar artıq bizim variantımız ola bilməz. 3 olan variantları çıxırıq. İndi digər tərəfdən yükün keçməsi üçün bunların potensialları fərqli olmalıdır. F1 fərqli olmalıdır F2'dən. Potensialın da düsturu KQ bölünsün R'dir. Burada hər ikisinə KQ bölü R olduğuna görə, potensiallar eyni olduğuna görə yük alışverişi burada baş verməyəcək. Bir də doğru cavab deyil. Bir də doğru cavab olmayan kimi doğru cavab alınır B variantında. Təbii ki, burada birinci nöqtənin potensialı F1 KQ böl R'dir. İkinci halda isə KQ böl 2 R'dir. Burada bir fərq var deyə yük alışverişi olacaq. 2 doğru cavabdır. Həmçinin bu 4'te de burada F1 bərabər olacaq KQ böl R. Burada F2 bərabər olacaq 2 KQ böl R. Burada da yük alışverişi baş verəcək. Doğru cavab B variantı. 50-ci sual. Difraksiya qəfəsi üzərinə ağ işıq düşür. İkinci tərtib spektrdə hansı rəngli şüa üçün meyl etmə bucağı ən böyükdür? Düstur yazırıq. K lambda bərabər D sinus fi. Sinus fi'nin ən böyük olması üçün lambda, yəni dalğa uzunluğu ən böyük olmalıdır. Dalğa uzunluğu ən böyük olan şüa qırmızıdır, ən az olan şüa isə bənövşəyidir. Biz də qırmızı olan cavabı götürürük, çünki ən böyük soruşulur.
51. Qazlarda vahid zammada yanan iyon cütlərinin sayı 1,4 dəfə artarsa, doyma cəryan şiddəti necə dəyişir? İ doyma bərabərdir. N iyon vurulsun Y. Bu burada vahid zamandakı iyon cütlərinin sayıdır. Bu 1,4 dəfə arttığına görə doyma cəryanı da 1,4 dəfə artacaq. Doğru cavab D variantı. 52. Henry böl ohm ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Belə olan kimi dəyişən cəryandakı düsturları biz bilməliyik. Henry ohm induktiv müqavimət, XL müqavimətin vahidi ohmdur. Bizə buradan siqnal gəlməlidir ki, biz ora gedək. Henry induktivlikdir, omega L. Yəni induktivliyin də vahidi Henry'dir. Və burada omeganın yerinə nə yazmaq olar? Yazmaq olar 2 pi böl T vur L. İndi buradan T'ni tapsaq, T'ni tapanda buradan olacaq XL bölünsün. Görə düz mü tapırıq? XL bölünsün. Yox, düz tapmırıq. 2 pi L böl XL. 2 pi L böl XL. Deməli, periyodun vahidi nədir? Saniyə. 2 pinin vahidi yoxdur. L'in induktivin vahidi Henry böl induktiv müqavimətin vahidi isə ohmdur. Olacaq Henry böl ohm. Deməli, burada saniyədir. Saniyə də zamanın vahididir. Doğru cavab C variantı. Başqa vaxt belə düşə bilər. Məsəl üçün, farad böl ohm, yaxud ohm böl farad. Burada da bu düsturdan gedəcəksiniz. XC bərabərdir 1 böl omega C düsturu ilə gedəcəksiniz. Bu şəkildə. 53-cü sual. Cəryanlı naqil bir cism maqnit sahəsində tarazlıqdadır. İplərdən birində yaranan gəlmə qüvvəsi 2 Newton və naqilə təsir edən amper qüvvəsi 1 Newton olarsa, naqilin kütləsini hesablayın. Deməli, sol əl qaydasına görə amper qüvvəsinin istiqamətini tapırıq. Cəryan burada sağa doğrudur. Əlimizin içi x idi. Əlimizin içi x idi və 4 barmaq cəryan istiqamətində, bax burada gördüyünüz kimi əlimizin içi də x-dir. Baş barmaq isə amper qüvvəsinin istiqamətini göstərir. Amper qüvvəsi burada yuxarıya doğru yönəlir. Ağırlıq qüvvəsi isə aşağıya doğru yönəlir. Deməli, tarazlıq halında yuxarıya gedən bu 3 dənə qüvvənin cəmi aşağıya gedən bu qüvvə mg ağırlıq qüvvəsinə bərabərdir. Deməli, yazırıq ki, T üstə gəl F amper bərabərdir mg-yə. mg bərabərdir 2T plus F amper. 2 vurulsun 2 üstə gəlinsin 1. Bu da edəcək 5 Newton. mg. Burada m bərabər olacaq. J 10'dur. 5 bölünsün 10'a. Yəni 0,5 kiloqram. Cavab bizdə qramdan istəyir. Onda bu olacaq 500 qram. 54. Faydalı iş əmsalı 25% olan istilik mühərriki 2 joule iş gördükdə işçi cismin qızdırıcıdan aldığı istilik miqdarı soruşulur. Yəni bizdən Q2 soruşulur. Eta bərabərdir. A iştirik böl Q1. Vurulsun 100%. Buradan bizden Q1'i tapanda olur. A iştirik böl eta vurulsun 100%. O da beraber. A iştirik bizde 2'dir. Eta bizde 25'tir. Vurulsun 100. Bundan bu gedər qalar 4. Bu da eləyər 8. Doğru cavab 8 kilojoule. Açıq su hövzəsində müəyyən dərinlikdə tam təzyiqin suyun dərinlikdən asılı qrafiki verilib. A nöqtəsinə uyğun dərinlik neçə metr olar? Deməli, gölün dibindəki tam təzyiq atmosfer təzyiqindən 4 dəfə çox olduğunu görürük. Onda belə bir üsulumuz var. 4 dəfə çoxdursa, onda gölün dərinliyi n-1 vur 10 üstünə hesablanır. Yəni 4 çıxılsın 1 vurulsun 10. Yəni gölün dərinliyi 30 metrdir. Bu qısa yoldur. Vaxt qazanmaq üçün şagirdlərə dediyimiz üsuldur. Amma məsələnin təbii ki, həll yolu belə deyil. Əsl həll yolu belə deyil daha doğrusu. Tam təzyiqin düsturu belədir. P tam bərabərdir. P atmosfer. Üstə gəlinsin rho H. Buradan H-ı tapanda alırıq ki,
P tam çıxılsın P atmosfer bölünsün rho g. Tam təzyiqin yerinə 4P0 yazırsınız. Çıxılsın P0 böl rho g. Alındı ki 3P0 böl rho g. H bərabərdir 3 vurulsun P0 10 üstü 5'ti. Rho bizdə 10 üstü 3'tü. J də 10'du. Buradan da hesablamalardan 30 metre olduğunu alarıq. 56. 3 eyni lampa cəryan mənbəyinə birləşdirilib. Lampalarda gərginlik U və ayrılan güc P üçün hansı ifadələr doğrudur? Demək, burada bir el yazırıq, bura el yazırıq, burada el yazırıq. Onda mənbənin yuxarı hissəsində ümumi müqavimət 2 yer, aşağı hissəsində isə er olacaq. Onda simvolik olaraq buradan 3 i cəryanı göndərsək, yuxarıya doğru yuxarıya doğru 2 i cəryanı yox, i cəryanı gedəcək. Çünki müqavimətlə cəryan şiddəti tərs asılıdır. Aşağıya doğru isə 2 i cəryanı gedəcək. İndi hesablayaq. Onda birinci lampadakı gərginlik U1 bəraber olacaq. I vurulsun R və ardıcıl birləşmədə bilirsiniz ki, bu birinci lampadan I cəryanı keçibsə, ikinci lampadan da I cəryanı keçəcək. Onda birinci lampadakı gərginlik U1 bərabər IR olacaq. İkinci lampadakı gərginlik də I2 bərabər IR olacaq. U1 U2'ye bərabərdir. Üçüncü lampadakı gərginlik isə 2I vurulsun R olacaq. Yəni 2IR. Buradan görürük ki U1 U2'ye bərabərdir və o U3'ün yarısıdır. Yəni 2'ye İR'in yarısıdır. Deməli, bir doğrudur. Güc isə İstəsəz U kvadrat bölü R-nə yaxud I kvadratı R-dən gedə bilərsiniz. Gəlin P1'i hesablayaq. P1 bərabər olacaq I kvadrat R. P2 bərabər olacaq I kvadratı R. P1 P2'ye bərabərdir. P3 isə bərabər olacaq 2'nin kvadratı. Yəni 4i kvadratı R. P1 P2'ye bərabərdir və bunlar 3'dən 4 dəfə azdılar. Doğru cavab 1, 4. 57-ci sual. Bir cism maqnit sahəsinə induksiya vektoruna perpendikular istiqamətə daxil olan müsbət yüklü, mənfi yüklü və yüksüz zərrəciklərə onlara təsir edən Lorentz qüvvələrinin istiqamətlər arasında uyğunluğu müəyyən edin. Əlimizin içi x idi, əlimizin içi nöqtə. Deməli, müsbət yükə təsir edən qüvvə yuxarıya yönələcək. Burada işarə eləyirəm, hər tərəf x-dir. 4 barmaq sürət istiqamətini, 90 dərəcə açılmış baş barmaq isə Lorentzi göstərir. Deməli, birinciyə təsir edən qüvvə yuxarıya yönələr. Şəkil müstəvisində yuxarı. 1'ə gedər A bəndi. Yazırıq 1A. İkincidə tapdığımızın əksini düşünürük. Yəni mənfidirsə bu müsbət üçün belə idi. Mənfi üçün isə bu tapdığımızın tam əksini düşünürük. Ona görə 2'ye gedər şəkil müstəvisinə aşağı, yəni B. Yüksüz neytrona Lorentz qüvvəsi təsir etmir. 3'e də gedəcək C variantı. Və nəhayət situasiya suallarına gəldik. 11-ci sinif şagirdi Orxan transformatorun giriş sarğacındakı gərginliyin O1 bərabər 280 vur sinus 100 pt qanunla dəyişən cəryan mənbəyinə qoşdu. O çıxış sarğacına təkcə voltmetr qoşmaqla boş-boşuna işlədikdə transformatorun çıxışındakı gərginliyin təsir edici qiymətinin 20 volt olduğunu müəyyən etdi. Bir giriş gərginliyi var, bir də çıxış gərginliyi var. Çıxış gərginliyi olubdu 20 volt. Girişdə isə gərginlik 200, gərginlik amplitud qiyməti 280 volt olubdu. Onda U1'i tapanda amplitud qiymətdən kök altda 2 dəfə azdır. İndi deyir ki, bu transformator hansı növ transformator olduğunu və nə məqsədlə istifadə edildiğini yazın. Deməli, bu transformator 280 alıb 20 verib. Deməli, bu transformator alçaldıcıdır. Alçaldıcı transformator. Və transformator dəyişən cəryan gərginliyini artırıb və ya azaltmaq üçün istifadə olunur. Bu sualın cavabı belə olmalı idi. 59-cu sual.
Şərtlər verilənlərə əsasən transformatorun transformasiya əmsalını hesablayın. Transformasiya əmsalı K-dır. Girişdəki gərginliyin çıxışdakı gərginliyə olan nisbətidir. Deməli, biz əvvəlcə U1-in təsirli qiymətini tapmalıydıq. U1 bərabər idi. Burada qeyd etmişəm. U1 bərabərdir. U maksimum 1 böl kök altda 2. U maksimum 1 bizdə 280 idi. Böl 1,4. Bu da eləyər 200. 200 bölünsün. Çıxışdakı gərginlik 20 volt idi. Bu da eləyər 10. Deməli, transformasiya əmsalı 10 imiş. 60. Müqaməti 1 ohm olan çıxış sarğacı işlədiciyə qoşulduqda bu sarğacın dolaq yolundan keçən cəryan şiddəti 2 amper olarsa, transformatorun çıxışındakı gərginliyin volt ilə hesablayın. Deməli, transformator ikinci dolağı işlədiciyə qoşularsa, onda düstur belə olur. U bərabər olur U1. U1 həmişə epsilon 1-ə bərabər olur. Əslində düstur bu boşuna işləyən kondensator üçün belədir. Boşuna işləməyən hal üçün kondensator nədir? Transformatorun transformasiya əmsalı belədir. K bərabər epsilon 1 böl epsilon 2. Epsilon 1-in yerinə mən U1 yazıram. Epsilon 2-nin yerinə bu düsturu yazıram. I2 bərabər U2 plus I2 vur R. Onda yazacağım ki U2 üstə gəlinsin I2 vur R. Vəssalam. K-nı biz yuxarıda 10 tapmışıq. 10 bərabərdir. O1 bizdə girişdəki gərginliyin ani qiyməti 200-dür. 200 bölünsün. O 2-ni bilmirəm. Üstə gəl I2 bizdə 2 vur 1. Hesablaya bilərik. 10 dənə O2 üstə gəlinsin 20 bərabərdir 200-ə. 10 dənə O2 bərabərdir 180-ə. U2 bərabərdir 18 volta. Beləliklə, tətil sınağı üçün izah elədim əziz abituriyentlər. Burada faydalı məlumatlar əldə etdinizsə, faydalı olduğunu düşünürsünüzsə, kanala abunə olub, dostlarınızla paylaşmağı unutmayın. Sağ olun, gələn dərslərdə görüşmək ümidi ilə.